Bəlkə də problem Z nəslində deyil, bəlkə problem ölçü vahidindədir. Biz onları kitabın sakitliyi ilə ölçürük, onlarsa ekranın sürəti ilə düşünür. Biz dərinliyi zamanla ölçürdük, onlar nəticəni sürətlə ölçür. Sual budur, dərinlik həqiqətən azalır yoxsa biz onu tanıya bilmirik? Bilik artıq cibimizdədir, amma düşüncə hardadır? Bəlkə də zaman bizə bir şey öyrədir. Zəka yox olmur, sadəcə forma dəyişir. Qalib gələn sürət olacaq, yoxsa dərinlik? Bu hissədə Ramil Əhməd, yazıcı, ədəbiyyatşünas və Rövşən Abdullaoğlu, yazıcı, psixoloq. Xoş gəlmişsiniz hər ikiniz. Onların artıq uzun yazılara ya da böyük araşdırmalara, romanlara, böyük həcmdə olan kitablara oxunma həvəsi yoxdur. Ya da oxumaq istəmir, daha çox bir kliklə əlinə çata biləcəyi bir informasiya. Məğzini çıxartmaq, özət çıxartmaq. Əgər belə deyək, bir 300 səhifəlik bir ədəbiyyat kitabını, romanı oxuya bilmiriksə, bəs o zaman sizdən soruşum Ramil, bəs ədəbiyyatın gələcəyi nə olacaq? Ya da nə qədər dərin ədəbiyyat yarada biləcəyik? Maraqlı bir sualdır, amma mən sizə bir şey deyim. 16-cı əsrdə də oxucu kütləsi böyük kütlə deyildi, amma şairlər yazırdı və o əsərlər əsrlərdir qalır. 12-ci əsrdə ümumiyyətlə oxuma, yazma səviyyəsi demək olar ki, aşağı idi. Çünki bugünkü kimi sistemli təhsil hərəkatları, məktəbləşmə, strukturlaşma yox idi. Oxuma, yazma bilmək xüsusi bir imtiyaz idi. Amma bugün 12-ci əsr Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli deyək ki, öz Azərbaycan klassik ədəbiyyatından onların faktiki oxucusu yox idi. Amma bu onların yazdıqları mətnlərin dəyərlərini az etmir. Bu indi də belədir. Yəni bir kitabın çox oxunması, az oxunması onun sənət dəyərini, bir filmin az izlənməsi, çox izlənməsi onun sənət dəyərini tam olaraq dəyər nə ilə ölçülür o zaman? Dəyər hər bir sahənin özünün estetik meyarları, ölçüləri ilə, özünün öz sənət tarixindəki keçmişlə bağı ilə gələcəyə ötürəcəyi mesajlar. Əgər oxunmursa, mən onu oxumuramsa, mənim ona əsərə verdiyim dəyər nə olur? Bugün Azərbaycan ədəbiyyatında onlarla, yüzlərlə yazıçı var ki, onların kitabları çox az tirajla çap olunur və dünyada da bu proses var. Amma bu onları heç də ədəbiyyat tarixi kontekstindən çıxartmağa, dəyərsizləşdirməyə gətirib çıxarmır. Yəni, ümumiyyətlə, sənətin dəyəri onun istehlak sayına görə ölçməyimiz doğru deyil. Bu münasibət sənətin öz içindən, öz daxilindən yaranan bir münasibətdir. Yəni, kənardan oxucunun, izləyicinin, dinləyicinin sayı ilə müəyyənləşmir bu dəyər. Yaradıcılığa da zərər vurduğunu düşünürlər süni intellektin, internetin ya da kompüter texnologiyalarının. Bəzi araşdırmalar göstərir ki, hətta tələbənin və ya şagirdin sinif otağında telefonunun olması, yəni istifadə etməməsi, sadəcə olması və beynində o fikrin olması ki, əl çatandır, istənilən halda götürə bilərəm, baxa bilərəm belə. Yəni məlumat telefondadır. Diqqəti 20-30% azaldır. Ondan istifadə etməsə belə. Dünyanın bir çox qabaqcıl ölkələri xüsusən məktəblərdə telefonundan istifadəni qətiyyən qadağan edir. Bir zamanlar kalkulyator çıxanda Amerikada universitetdəki müəllimlər etiraz edirdilər ki, artıq tələbələrimiz hesablaya bilməyəcəklər, artıq öz hafizələrini, beyinlərini istifadə etməyəcəklər. Amma zaman göstərdi ki, yox, həyat davam edir və istifadə edir. Ümumiyyətlə, bütün yeniliklər hər zaman bir müqavimətlə qarşılanır. Mən düşünürəm ki, yəni problem əslində bu yeni alətlərdə deyil, bizim onunla olan ünsiyyətimizdə, kommunikasiyamızdadır və onunla düzgün... O bıçaq məsələsi ki, bıçaqla çörək də kəsə bilərik, insan da öldürə bilərik, bu məsələdir. Bəli, doğrudan da bu bir vasitədir. Bundan sadəcə necə istifadə etmək lazımdır. Və bir də bir şey var, bizdən əvvəlki nəsillərdə onların həyatındakı inqilabi dəyişikliklər, cəmiyyətlərin həyatındakı inqilabi dəyişikliklər demək olar ki, çox ləng baş verirdi. Son 20 ildəki həyatımıza baxsaq, biz dayanmadan yeni bir şeylər yaranır. Bəzən insanlar öz intiharları ilə diqqət çəkirlər, insanlar bəzən öz qeyri-adi aqressiyasını cəmiyyətə yönəltməklə. Bu amma həmişə olub.
Həmişə olub. Məsələn, Hötenin Gənc Werterin Əzabları kitabı, onu oxuyub nə qədər insan dəb olaraq intihar eləyirmiş. Yəni tarixdə belə şeylər var. Yəni məsələn biz bayaq dedik, əslində bəyənilmək arzusu yeni bir hadisə deyil, hamının içində var idi. Forma dəyişib deyirsiniz. Nə üçün insanlar mağara divarlarına bir şeylər cızırdılar, bir şeylər yazırdılar? Bunların hamısı insanın özünü ifadə etmək ehtiyacından yaranmış bir şey idi.